Hər vaxtınız xeyir olsun, əziz və hörmətli izləyicilər. Hər birinizi salamlayıram. Dəyərli qardaşlarım, dəyərli bacılarım, analarım, atalarım, bibilərim, şir ürəkli həmyerlilərim. Sizlərin dəstəyi ilə, sizlərin xeyir duası ilə 8 ildir ki, gözəl xeyriyyə işlərimiz davam edir. Bu gözəl işlərimiz ürək açır. Bu gözəl işlərimiz bizi bir daha millətimizi sevməyə vadar edir. Millətimin qeyrətli oğulları, vətənimin vətəndə və vətən hüdudlarına kənarda yaşayan oğlanlarımızı, qızlarımızı daha da bizlərə sevməyə vadar edir. Bəli, o oğul qızların dəstəyi ilə gördüyünüz bax bu evimiz 26-cı evimizdir ki, artıq bugün biz bu evdə şad yanalıq edəcəyik. Bugün bu evdə bir gözəl ev gördüsü edəcəyik. Bugün, əziz dostlar, Azərbaycan tarixində əlamətlər günlərdən biridir. Bizim 9 may həm də qələbə günümüzdür. O vaxt Azərbaycan xalqı da Sovetlər Birliyinin tərkibində olarkən deməli, 2-ci Dünya Müharibəsi ərəfəsində neçə 100 min Azərbaycanlının da iştirak etdiyi, döyüşdüyü və qələbə çaldığı bir zəfər olubdur. Hər zaman demişəm, bundan sonra da deyəcəm, Azərbaycan xalqı qəhrəman xalqdır. Azərbaycan xalqı hər zaman qalib xalqdır. Biz bu Azərbaycan xalqının, Azərbaycan ordusunun gücünü 44 günlük vətən müharibəsində gördük. Neçə illər özlərinə müdafiə xətti qurmuş, neçə illər bizim işğalda saxladıkları torpaqlarda bizim dədə-baba yurdumuzun, bizim vətəndaşlarımızın ev eşiklərini söküb özlərinə müdafiə xətti quran erməni ordusunu 44 gündə darmadağın edərək bizim tarixi torpağımızı işğaldan azad etdilər. Ona görə əzizlərim, biz qəhrəman xalq olduğumuzu bir daha göstərmişik. Yəqin ki, birinci vətən müharibəsinin iştirakçıları, bəlkə də yaşayanlar da var. Artıq dünyadan köçənlər çoxdur. Allah hər birinə rəhmət eləsin, yaşayanlara da can sağlığı versin. Əlamətlər günlərdən biri də odur ki, Elşən Mustafayev layihəsi 26-cı evinin gördüsünü qeyd edir. Əlamətlər günlərin biri də ondan ibarətdir ki, ev sahibi Cəsarət qardaşımızın bugün həm də doğum günüdür. Bax, bu üç əlamətlər gün bir-birinə qarışıbdır. Qoy xalqımız, millətimiz hər bir zaman gözəl günlər yaşasın, gözəl anları yaşasın inşallah. Arzu deyin, hər bir evi olmayan bizim vətəndaşlarımız Cəsarət kimi belə gözəl evə, eşiyə sahib olsunlar inşallah. Videomuzu çox uzun çəkməyəcəm, qısa çəkəcəm. Səbəb odur ki, vaxtımız azdır, tədbirə hazırlaşırıq. Saat 4:00-da tədbirimizi açıq elan edəcəyik. Həm canlı efirlə, həm də video çəkilişlə. İşlər öz yerindədir. Qariyatı kişi dünən kəsilən İlkin qardaşımız Gəncəli, İlkin qardaşımızın adından qurbanlıq heyvanımızı hal-hazırda doğrayır. Allah qəbul eləsin. Amin. Çox gözəl, iri bir heyvandır. Dünən biz onu onsuz da əvvəldən almışdıq. Çünki sifariş verəndə bildirmişdik ki, minimum 25 kilogram ət olsun. Amma qariyatı kişi bildirir ki, nəinki 25 kilogram, 30 kilograma yaxın əti var. Bu da o deməkdir ki, bol şəkildə yeməyimiz, içməyimiz deməli süfrəmizə gələcəkdir. Allah sizə ömür versin qariyatı kişi. Allah qəbul eləsin. Allah o İlkin qardaşın qazancın bol eləsin. Amin, amin. Balalarına
şad günlər qismət eləsin. Amin Allah. Səndən bir yerdə yaşa. Amin Allah, amin Allah. Bu ətə doğruyuruq, xaçlama olacaq. İnşallah. Xaçlama da yaxşı quyruqlu zaptı, ətli, kök ətli. Allah yiyənlərə şirin ağzına yesin. Amin Allah. Özünüz bilirsiniz, hörmətli izləyicilər, yəni bizim tutduğumuz hər bir iş yüksək səviyyədədir. Hər bir iş. İstər tikinti işlərimiz, istər video çəkilişlərimiz, istər ərzaq yardımlarımız və s. Bax, qurbanlarımızı da həmişə özünüzün, gözünüzün önündə ən gözəl heyvanlar yəni kəsilir. Ən gözəl əsl qurbana deməli yarayan heyvanlar kəsilir və bu bir mənalıdır. Bu belə də olmalıdır. Deməli, poverlərimiz artıq ocaq üzərində yeməklər hazırlanır. Samavarımız burada qaynayır. Cəsarətlə Nərgiz mağazinə gedibdilər. Hər şey gözəldir, hər şey öz qaydasındadır. Qonaqlarımız da gəlib bugünkü məclisimizə Bakı şəhərindən kanalımızın dəyərli, şir ürəkli xanımlarından bir neçəsi gəlibdilər. İnşallah ki, bugünkü məclisimizdə görüb şahidi olacaqsınız. Allah sizlərə ömür versin. Allah sizlərə can sağlığı versin. Bu gözəlliyi yaradan sizlər oldunuz. Bu gözəllik sizlərə məxsusdur. Bura şəhid ocaqdır. Bu ocaqdan bizim şəhidimiz Murad qardaşımız vətənimizin azadlığı uğrunda şəhid olubdur. Elimizin, obamızın dəyərli insanlarının köməyi ilə şəhid ocağını abadlaşdırdıq. Şəhid ocağının yenidən gözəlləşdirdik. Çünki bu belə də olmalıydı bizim xalqa, bizim millətimizə yaraşanı da bu idi. İşinizi görün, çəkmirəm sizi. İşinizi görün, bir-bir necəsiniz, yorulmayasınız. Həmişə xeyir işlərdə olasınız. Hoş gəlmisən, ay oğul. Gözəl günlərdə olasınız inşallah. Allah ömrünü uzun eyləsin, canınıza sağlıq versin. Amin Allah. Çəkin işıqlandırın, başına dönün. Cəsarətə də, Nərgizə də bu evdən çox-çox xeyir. Amin Allah. Huzurlu, bərəkətli olsun. Evlatların şən günün keçsin. Amin Allah, amin Allah. Cəsarətin qardaşı Murad, şəhid Muradın. Qəbri nurlarda olsun, məkanı cənnət olsun. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Amin Allah. Qazilərimizə can sağlığı, prezidentimiz də var olsun. Amin Allah, amin Allah. Allah elimizi, obamızı, millətimizi hər zaman, hər bir zaman gözəl günlərdə, xoş günlərdə qərar versin inşallah. Hörmətli dostlar, qardaşlar, hələlik məndən bu qədər. İnşallah ki, xoş gördük. Gözünüz aydın olsun, gözəl ana. Bu günümüzə çox şükürlər olsun. Artıq sizin də balanızın, nəvələrinizin rahat yaşayacağı bir evləri oldu. Allah köməyiniz olsun. Allah böyük ailəmizi qorusun. Allah canınızı sağ eləsin. Başda siz olmaq şərtilə Elşən qardaş. Allah sizi heç vaxt əskiyə eləməsin. Allah həmişə sizi nə deyim? Dur deyincə durun. Allah ömrünüzü uzun eləsin. Can sağlığı versin. Təşəkkür edirəm. Allah ömür versin. Allah can sağlığı versin. Budur Elşənin komandası. Budur Elşənin layihəsi. Elşənin min bir əziyyətlə qurduğu, min bir əziyyətlə qoruyub saxladığı bax layihə budur. Bugün biz buna qadirik. Bugün biz bu gözəllikləri yaratmağa qadirik. Baba, gözünüz aydın olsun. Çox mübarək olsun. Gün o gün olsun. Mübarək gününüz olsun. Elə nəfər deyim, bu işdə əziyyəti olanların Allah ömrünü uzun eləsin, canını sağ eləsin. Amin Allah. Allah ruzu bərəkətlərində bol eləsin. Amin Allah. Həmişə də yardım əllərini kəsməsinlər belə zəif insanlara həmişə dayaq olsunlar. Allah sizdən Amma vicdanları sağ olsun birinci dərəcəli. İnşallah. Bəli, ən birincisi başlıca. Bəli, Can canları sağ sağlığı. olsun, ömürləri uzun olsun. Nətər deyim, səbəbkar olsunlar həmişə. Təşəkkür edirəm. Uşaqlar, bu stollarda bax, nizam-intizam biraz zəifdir. Hə, bunun bir dənə nizam-intizamına fikir verin sizə qurban. Öyrətmə kimi olmasın, bu sizin işinizdir.
Amma elə bir hardasa hiss edirəm ki, sıxlıq var. Tahir, bax oradan bir dənə lazımdır, ikisini götürün. İkisini götürün, qoy seyrəkçilik olsun. Deyə bax burada məsələn Düz olsan. Ötər. Yox, biraz elə Belə qəşəngli prostalardan bir dənə. yox, elə qardaşın dediyinə sözünə qüvvə, valla elə belə lap yaxşı olar. Elə belə düz qoysanız lap yaxşı olur. Nəyə görə deyirəm? Hamı meydanda oynayanları, aşıqları rahat görə bilsin. Başa düşdün, bu belə olanda hər tərəf görə bilir. Amma belə olanda üzə aynı oturan adam məsələn oynayan adamı görməyəcək. Odur ki, Tahir, elə bax bu qaydada düzün qardaşım. Bu qaydada düzün. Artıqlarını ehtiyatda saxlayın. Olar ki, qonaq çox olar. Bu böyürdə hazırlayağın. Bu məncə bu düzülüş biraz nətər deyim, rahat deyil. Bax bura qədər çəkin. Örgətmə olmasın qardaşım. Bax bu durbanın tilinə qədər çəkin, qadanızı alım. Bax bura. Amma elə elin ki, elə bunu buradan belə yığın. Tahir, üzü belə yığın geçsin. Artığı evi yox, qıraqda saxlayın ehtiyatdan. Qonağımız çox olarsa tez əlavə yer hazırlayarıq. Həm çəkiliş gözəl olsun, həm meydan geniş olsun. Həm də bir gözəllik qataq da. 100.000 izləyici, 100.000 Elşən Mustafayev sevərlər. Bunu səbirsizliklə gözləyirlər. Ki, Elşən görək bugün bizə hansı gözəlliyi bəxş edəcəkdir. Bəli, əziz dostlar, gözəllik olacaq, mütləq şəkildə olacaqdır. Odur ki, hələlik sizlərlə sağollaşıram. Qismət olsa, bir neçə saatdan sonra canlı, həm də video efirimizlə sizin xidmətinizdə olacaq. Qulluğunuzda olacaq.